Dabaq xəstəliyinə qarşı vaksin vurulduqdan sonra heyvanlar kütləvi şəkildə tələf olmağa başlayıb. Cəlilabad rayon sakini Daşqın Hüseynov iddia edir ki, vaksinasiya aparıldıqdan sonra ilkin mərhələdə 4 baş xırdabuynuzlu heyvan bir neçə gün ərzində tələf olub. Digər qoyunlarda isə vaksinin vurulduğu nahiyədə iltihablaşma müşahidə edilməyə başlanıb. 3 quzu, 1 qoyun ölüb, 9 qoyun, 1 quzu da bu vəziyyətdədir. Yemirlər, sürünə gəzirlər. Otlayanda da məcbur olur, qabaq qollarını atırlar yerə, müəyyən qədər otlaya bilirlər. Vəziyyətləri bu göz qabağındadır, hal-hazırda. İltihablaşma var. Bəli, bu dəqiqə hal-hazırda əməliyyat aparılan qoyunların boyunlarında iltihabları axır. Təsərrüfat sahibi bildirir ki, heyvanlarda infeksiyanın mövcudluğu təsdiqlənib. Bizə dəyən ziyan 14 baş xırdabuynuzlu heyvanımız 4'ü tələf olub. Onu da ki, bu dəqiqə bu vəziyyətlərdir, gördüyünüz kimidir. Biz deyirik ki, bizə dəyən ziyanı ödənilsin. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları vətəndaşın müraciətindən sonra ölmüş heyvandan nümunə götürüblər. Laboratoriyanın nəticəsinə əsasən infeksiya törədicisi aşkarlanıb. Qeyd edilib ki, bu torpaq infeksiyasıdır. Xırdabuynuzlu və iri buynuzlu heyvanlarda bu mövsümdə üzə çıxan xəstəlikdir. Vətəndaşın iddia etdiyi dabaq əleyhinə vaksin dövlət tərəfindən təmin edilir. Hazırda heyvanlarda aşkarlanan xəstəliyə qarşı isə vətəndaş özü dərman alıb vaksin vurdurmalıdır, deyə əlavə edilib. Elşən Feyzullayev, Aytən Fehruz, Xəzər xəbər.